Salam aleyküm şeyx. Və aleykum salam və rəhmətullah və bərəkatuh. Qarşıdan Zilhicca gəlir. O barədə suallar var. Səl vasitə verin. Əvvəla bu düzdürmü ki, Zilhiccənin ilk 10 gününün gündüzləri Ramazanın ilk 10 gününün gündüzlərindən daha xeyirlidir? Elhamdülillah və salatu və salamu alə mən lə nəbiyyə və əmə bə'd. Selamun aleyküm və rəhmətullah və bərəkatuh. Elhamdülillah. Zilhiccənin günləri Ramazanın əvvəl 10 günü, Ramazanın axır 10 gecəsindən əfsəldir. Hələ rəy var. Hətta alimlərin çoxsu onu deyir. Çünki Allah Subhanahu taala buyurur ki, "Və-ləyalin əşir." Baxmayaraq gecədən gedir orada söhbət. Alimlərin çoxsu deyir ki, orada Zilhiccənin əvvəl 10 gündən söhbət gedir. Lakin Şeyxülislam İbn Teymiyyə rahimehullah deyir ki, yəni hər iki rəyi güclü sayır. Münasib görür. Deyir ki, rahimehullah, bəli, Ramazanın axır 10 gecəsi ən əfsəl gecələrdir. Gecələrin içində. Və Zilhiccənin əvvəl 10 günü gündüzü ən əfsəl gündüzdür, ən əfsəl günlərdir. Belə inşallah mənə gəlir ki, daha düzgün rəydir inşallah. Haqqa daha yaxındır. Çünki hərisinin öz məqamı var. Bəli. Bildiyimiz kimi Zilhiccənin ilk 10 günündə oruclar var. Və bu oruclar Ramazanın orucundan əfsəldirmi? Elhamdülillah. O ki qaldı oruclara. Gəlməyib ki, Peyğəmbər sallallahu əleyhi və səlləm ona belə tutub onu o barədə. Amma ümumən Zilhiccənin əvvəl 10 günü hansı əməl edilsə Allaha ən sevimli əməldir. Necə gəlib hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləmdən. Ona görə bu 10 günü kim hansı salih bir əməl görsə, orucun daxildir ona. Elhamdülillah, əlbəttə əcri böyükdür və Allaha ən sevimli əməldir. Və əgər qul da bilsə ki, Allah bunu sevir, eləyəcək onu. Onlardan da əməllərdən də biri orucdur. Yəni tutmaq olar. Lakin tutursan 9 günün. Çünki 9-cu günü Ərafadır. Kim həcdə deyilsə, Zilhiccənin 9-u yaşadığı yerdə Zilhiccənin 9-udursa, o gün üstündə də gəlib orucdur. Oruç tutsun, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurub ki, Arafa orucu, Arafa gününün orucu bir il keçmiş və bir il gələcək günahları yuyur, yəni kiçik günahları. 9 günü tuta bilər. Kim istəsə 3 günü tutsun, kim istəsə 5 günü tutsun, azaddır. Kim istəsə tutmasa və yalnız 9-u tutsa, o da səhihdir. Lakin salih əməlləri ümumən çoxaltmaq gözəldir bu günlərdə, bəli. Həmçinin Şeyx, siz zikr edirsiniz ki, bu günlərdə oruç tutmaq əfsəldir. Bəs başqa hansı xüsusi əməllər var bu 10 gün üçün? Sahabələr, Peyğəmbər əməl eləmişdi. Hansı əməl olursa olsa salih əməllər, hamısı daxildir. Orucluqda, həc, ümrə, hansı əməl olursa olsun, salih əməllər. Sədəqə vermək, məsələn, elm öyrənmək, dəvət eləmək, dəvəti çoxaltmaq, dua eləmək, hansı salih əməllər hamısı daxildir buna. Valideynə daha çox diqqət eləmək, valideynə. Bütün salih əməllər daxildir, bəli. Bayram zikirləri nə vaxtdan başlayır və nə vaxtdan davam edir? Və zikirlər hansılardır? Əslində bayram zikirləri başlayır, deməli, bayram gecəsindən ta bayramacan və bayramdan da əlavə biz bilirik ki, Qurban bayramı orucluq bayramından fərqlənir. Çünki orucluq bayramı bir gündür. Amma Qurban bayramı bayramın günündən əlavə 3 gündə davam edir. 3 gündə davam edir, ona görə təkbirlər davam edir ta bayramdan sonra 3 günəcən təkbirlər davam edir, yəni zikirlər. Əsas da zikir hansıdır? Allahu Ekber, Allahu Ekber, La ilahe illallah, Vallahu Ekber, Allahu Ekber və lillahil hamd. Yəni əsas bu zikri edir, daha çox yerə ayıran bu zikrə, elhamdülillah. Yəni bayram gecəsindən, yəni 9-u gecədən, 10-u keçən gecədən, 9-u axşam, 10-u bayram, Zilhiccə qəsd olunur tarixi. 11-i, 12-si, 13-cü günü məğrib namazından davam edir. Amma qaldı ki, belə də rəy var ki, Zilhiccə birindən də etmək olar bu zikri. Belə rəy var, bəli. Həccə vurğuladınız, Şeyx. Həccə getməyi vacib edən şərtlər hansılardır? Yəni, nələr sənə tamamlansa artıq vacibdir, sən həccə gedəsən. Bilirsiniz, həcc böyük ibadətlərdən biridir, lakin hamına fərz deyil. O kimə fərz deyil? Kimin imkanı var? Həm sağlam cəhətindən, sağlamlıq cəhətindən, həm də maddi cəhətdən. Çünki həcc biraz pul istəyir. Yəni, ora gedənin imkanı adam olmalıdır. Yəni, əgər əsas bu iki həm sağlamlığı cəhətindən, həm maddi cəhətdən əgər vəziyyəti yaxşıdırsa, həcc ona fərzdir. Bəli. Tutaq ki, bir nəfər bir dəfə həccə gedib. Və artıq onda imkan var ikinci dəfə həccə getməyə. İkinci dəfə həccə getmək istəyir. Sadəcə düşünür ki, həccə gedim, yoxsa başqa hansısa xeyir əməllər var, məşhur olan kasıblar hamısına yaxşılıq eləməliyəm, əgər vaxt qalsa sonra həccə gedərəm. Bilirsiniz, həccə gedən adam deməli kasıblara da yardım eləyir. Çünki yenə dedik, həccə getmək bu maddi cəhətdən imkanlı adam olmalıdır. Bu imkanlıdırsa, bu kasıblara da kömək eləyir. Hər ikisini cəm eləmək lazımdır. Və kasıblara bir dənə
həcci vaxtı lazım deyil kömək eləmək. Kasıblar il boyu kömək olmur. İl boyu. Əgər biz hələ yanaşsaq ki, yox mən getməyim həccə, kasıblara verim və kasıblar da daimi olacaq. Onda elə çıxır ki, mən həccə heç vaxt getməyəcəm. Həmçinin də qardaşlar, məsələn, o adamın şəxsi işidir. Məsələn, biri imkanı var, şəxsi o işidir. Mən ona deyəm mənəm ki, sən getmə daha həccə, yardım elə kasıblara. Mən ona deyəm mənəm çünki o özünün şəxsi işidir. Kim ki belə yanaşır, yox getməsin həccə. Yardım, onda elə onun özünə deyək ki, sənin evin var, sənin maşının var, saat, məsələn, bahalı maşındırsa sat, bir dənə ucuzunu al, qalanları kasıba ver. Hələ deyən adamlara. Və ya məsələn, 5 otaqlı evindir və ya villan var, saat, 1 otaqlı, 2 otaqlı al, başqalarını ver kasıblara. Hələ başlayaq səndən, gəl səndən başlayaq, hələ adamlar. Bunlar şeytani fikirlər damısı. Bəziləri də allanırlar belə fikirlərə. Bəziləri allanırlar. Yəni, onlar əslində İslamdan uzaqlaşdırmaq istəyirlər insanları. İbadətdən, Allahdan, şeytana tabi eləmək istəyirlər. Ona görə başlayırlar, bu cür avamlar da, bu cür sırava insanlar, bu cür fikirlərə meyil eləyəndir. Deyir, hani, kasıb, imkansız adam deyir ki, düz deyir də, mən burada kasıbam, bu həccə gedir, 50-ci dəfə. Düz deyir də, hələ düzgün deyil. Onlar sadəcə qəsdən belə fikirlər yayırlar ki, insanları ibadətlərdən uzaqlaşdırsınlar, dindən uzaqlaşdırsınlar. Həccə gedən adam yardım da eləyir. Bir dənə həcc vaxtı yox, il boyu. Onlar sadəcə İslamdan xəbərləri yoxdur. Çünki İslamda ayrıca yardım məsələləri, o ayrıca böyük bir məsələlərdir. İslamın şərtlərindən biri zəkatdır. İllik gəlirdən 2% yarımını çıxartmaq. Hələ mən sədəqədən, nəzirdən, kəfarə və s. onlardan danışmıram. Hamısında imkansızlar nəzərdə tutulub. Sadəcə millət biraz ola bilsin maarifləndirmə zəif, dini cəhətdən zəifdir. Ona görə bəzi şeytanlar, şeytana qulluq eləyənlər, onlar istifadə edirlər avam cəmaatlardan. Cəmaatın bilməməzliyindən deyirlər, həccin hoş gedir, versin də, qardaş. O onun öz işidir. Mən sən deyə gəl deyəmərəm, sat maşını get, bir də ucuz maşını al, cəmaatın, o sənin öz işindir. Amma mən məsələn gedmək istəyirəm həccə, ibadətdir. Sələflərdən gəlib 50 dəfə 60 dəfə həcciləyən olub. Yəni, mənim imkanım var, gedirəm. Sən öz işində bəs sanam. Sən durub cəmaatı deyinə, həccə getmə, kasıblara ver. Kasıblara bir dənə həcc vaxtı verilir. Yox, kasıblar il boyu verir. Onlar sadəcə dindən xəbərləri yoxdur ki, maliyyə tərəfdən din ayrıca bir mövzudur, onlar hamısını bölüb. Aydındır? Aydın. Yəni bu. Həmçinin bəziləri deyir ki, min cür əməllər edirlər, sonra da həccə gedib təmizləndiklərini zənn edirlər. Sual budur ki, əslində həcc məhz insanların təmizlənməsi üçün deyilmi? Ümumiyyətlə bilirsiniz, hələ lazım deyil. O özlərinin, o deyən adam nə demək istəyir ki, yəni? Min cür əməl eləyib, birinci sən saymısan yəni. Düz indi misal kimi deyir. Bəlkə 5-dən eləyib, bəlkə 3-dən, 1000 dənə daha elə də yoxdur. İnsan onsuz da günahkardır. Günah əhlidir. Bunlar hamısı fürsətdir insanların təmizlənmək üçün, insanlara dəyişilmək üçün. Çünki həcc biz fikir veririk ki, elə bir ibadətdir ki, necə ora böyük günah sahibi, böyük günah adam getsə, qaydanda o dəyişiklik hiss edirsən onda. Həcc insanı təsir eləyir. Oradakı o mənzərə, oradakı ibadət, oradakı o əziyyət, səfər insanı təsir edir və insan ümumiyyətlə təbiətindən belədir ki, hərdən çıxmalıdır. Özdə bu səfər, ibadət səfəridir. Təbii ki, təsir edir ona. Təsir edir, durub otur gələn, heç namaz qılmır. Heç namaz qılmır. Bəlkə də heç bir dəfə ömründə zəkatdan danışmıram. Bəlkə də sədəqə verməyib. 1 manat. Durub danışır, əşi millərlə günah alıb gedir həccə. Sən nə işi var? Sən özündən danış. Belə sözlər var cürbəcür, belə adamlar var. Belə adamlar var, otururlar, özləri bir şey deyil, durub başqalarından danışırlar. Həccə gedir, əlhamdülillah, qoy getsin. Biri məsələn gəlir, tutaq ki, mənə deyir ki, mən namaz qılmıram, ancaq istəyirəm qurban kəsin. Deyirəm, kəs günə. Mən namaz qılmıram, tutaq ki, oruç deyirəm, tut günə. Çünki yaxşı əməl səbəb olur. Pis əməl də pis əmələ. Əgər insanlar yaxşı əməllər edirlərsə, biz onların necə məhrum eləyək? Yaxşı bir insanın dəyişməsi, o deməkdir ki, cəmiyyətdə bir adam dəyişdi. Cəmiyyət necə islah olacaq? İslah eləmək üçün də insanı ancaq Allaha imandır, ibadətlərdir. Başqa cür insan necə islah olacaq? Onlar başa düşmürlər, onlar belə fəhmlərdən, belə baxışlardan uzaq insanlardır. Onlar qəflətdə yaşayırlar və yaşayırlar hal-hazırda da. Sadəcə şeytanlar da, şeytana qulluq eləyənlər, onların bu cür avamlığından istifadə eləyir. Budur məsələ, xülasə. Bəli. Qurban kəsən adam necə niyyət etməlidir? Bilirsiniz, niyyət insanın qəlbində olur. Sözlə demək lazım deyil. Niyyət insanın qəlbində. Əgər bir insan gəlib qurban kəsdirməyə, niyyəti məsələn tutaq ki, onun və ailəsinin adındandır. Artıq niyyət var. Qurban kəsilir. Əsas niyyətdir. Bir də heyvanı kəsəndə də təcrübəli adam olsun. Heyvana əziyyət verməmək üçün.
Din, İslam dini rəhmli dindir, rəhmətdir. Allah adım başlayanda əsas bu isimlərlə başlayıb. Bismillah, Ar-Rahman, Ar-Rahim. Allah rəhmlidir hamısına. Və ona görə əsas niyyət bilməkdir. Sən bilirsən ki, bu qurban nəyə görə kəsilir, deməli niyyət var və salam. Kimlərə qurban vacibdir? Qurban vacibdir, yenə qayıdır bu məsələ maliyyə tərəfindən baxılır. Kimin imkanı var? Bir məsələ var da, məsələn, kimin imkanı yoxdur, tutaq ki, borc alır. Borc alan adam lazım deyil qurban kəsmək, sənə fərz deyil. Ne üçün? Çünki ola bilərsən qurban kəsəsən, Allah pis vəziyyətdə qalasan. Və ya birinin məsələn 10.000 pulu var, deyir mən həccə gedirəm. Ona fərz deyil o hələ. Çünki ne üçün? Həccə gedəndə sənin evdə də imkanın olmalıdır. Yəni İslam belə deməyib ki, axır pulumu ver ibadətə, kasıb qal. Sonra pis vəziyyətdə düş. Özün, alən. Ona görə kim gedir? Kim gedir və maliyyə cəhətdən sıxıntıya düşmür. Kim qurban kəsir, maliyyə cəhətdən sıxıntıya düşmür. O hələ adamlara vacibdir, fərzdir. Bəli. Bir nəfər neçə qurban kəsə bilər? Say yoxdur, əlhamdülillah, say yoxdur. İstəyir biri 100 dənə kəssin. Necə Peyğəmbər sallallahu əleyhi və səlləm eləyib bir neçə dəfə belə. Kim istəyir, say yoxdur. Yəni az aydındır ki, biri. Kim istəyir 5 dənə kəssin. Azadsan. Bəli. Hansı heyvanlardan qurban kəsilə bilər? Qurban kəsilən təbii ki, müəyyən heyvanlardır. Başlayır böyük heyvan dəvədən, dana, camış da daxildir bura, qoyun və keçi də daxildir. Əsas bu heyvanlardan kəsilir qurban. Bəli. Qurbanları demişkən, burada bir sual var ki, keçi ilə camışdan qurban kəsmək olar mı? Olar, bəli. Həmçinin soruşlar ki, dişi qoyundan qurban olar? Əslində yoxdur, dəlil ki, qurban ərkək olmalıdır heyvan. Ərkək olmalıdır, yoxdur şey. Sadəcə insanlarda belə fikir, bilirsiniz, qabaq, bolşeviklərlə anumullah, bolşeviklərin vaxtında, olan vaxtında şəkillər var idi. Gör ki, İbrahim uşağı kəsmək istəyir, İsmail'i qoyunlar göydən düşür və ya qoçlar belə. O şəkillərdə həmişə qoç göstərildi, qoç kimi heyvan, qoyun. Ona görə insanların zehnində qalıb ki, ərkək olmalıdır heyvan. Ona dəlil yoxdur şəriətdə. Dişi heyvan da olar kəsmək. Bəli, dişi də kəsmək olar, fərqi yoxdur qoyun və ya keçi və ya dana və ya dəvə, ərkək olsun və ya dişi. Fərqi yoxdur, bəli. Aydın. Yaş hədləri var mı onların? Əlhamdülillah, təbii ki, yaş hədləri var. Ən azı qoyunda 6 aydır, ən azı. Keçidə 1 ildir, danada 2 ildir, dəvədə də 5 il. Yaş həddi bu da ən azı. Əgər Ərəfə orucu 5-ci və yaxud 6-cı gün düşərsə, əməl olunsun yoxsa? Əlhamdülillah, bilirsiniz, səbəbli oruçlar tutmaq olar. 5-də, 6-da, bazarda. Səbəbli. O bəyənilməyən nədir? Səbəbsiz yerə, xüsusən o günləri ayrıca tutmaq. Məsələn, yalnız 5-ci günü tutmaq, yalnız 6-cı günü. O, amma tamamlı tutursan, o da keçir. Burada da səbəb var da. Məsələn, ola bilər aşura orucu, Ərəfə orucu və ya hər ayın 13, 14, 15-i düşsün 5-ə, 6-ya. Tutmaq olar. Bəli. Mən bəziləri deyir ki, Quranda qurban kəsməyə dəlil yoxdur. Yox. Bilirsiniz, birinci insanları belə tərbiyələndirmək lazım deyil ki, ancaq Quranda nədir, odur yox. Şəriət nədir? Quran və sünnə. Ola bilər, Quranda yoxdur, sünnədə var. Sünnə də vəhdir. Allah Subhanahu buyurur ki, وَمَنْ يَنْتِقُ عَنِ الْحَوَى. Yəni Peyğəmbərdən sallallahu əleyhi və səlləm danışır ki, Peyğəmbər sallallahu əleyhi və səlləm danışığı havadan deyil. وَمَنْ يَنْتِقُ عَنِ الْحَوَى إِنْ هُوَ إِلَّا وَحْيٌ يُوحَى. Onun danışığı da vəhdir. Sünnə də vəhdir. Ona görə. Birinci Quran var Quran. Birinci qurban kəsmək Quranda var. Allah Teala buyurur ki, "Fasalli li rabbika vanhar." Yəni namaz qıl və sonra kəskinə, yəni söhbət qurbandan gedir. Namazdan sonra kəsilir ona görə. Amma qaldı ki, sünnədə onu təfsilat verib ki, təyin edib hansı gündə o, təyin edib hansı heyvandır, təyin edib necə kəsilməsi və s. Yəni qurban haqqında suallar çoxdur. Qardaşlar çox saçıladı mövzuda. Həmçinin onlardan biri gəlir ki, qurbanı Zilhiccənin birindən alıb, mesela heyvanı alır Zilhiccənin birindən, həmin vaxtdan niyyət eləməlidir, yoxsa niyyəti tam nə vaxt başlamalıdır? Yox, niyyət. Şərt 4 Zilhiccə bir olsun. Sadəcə indi ümumən hamı bilir ki, mən məsələn hazırlaşıram qurban kəsməyə məsələn. Onda orada bir məsələ var. İndi olub siz soruşacaqsınız. Var suallar. Dırnaq kəsməkdir. Əgər sən bilirsənsə ki, qurban kəsəcəksən Zilhiccənin birindən, müsəlman ayından söhbət gedir. Birindən ta qurbanı kəsənəcən. Dırnaqdır, saçlı götürmürsən. Elə bir şey özü oxşadırsan həcdə olanlara, ehramda olanlara. Lakin bu fərz deyil. Birdən tutaq ki, sən götürsən dırnağından, saçından götürsən, qurbanın səhihdir. Sadəcə bu müstəhəb əməldir. Bu gəlib sünnədə. Amma birdən tutaq ki, fikrimdə yox idi. Məsələn, gəldi Arafa günü orucu tutub, sonra bir imkanım düşdü. Fikirləşdim, mən də kəsim. Kəsə bilərsən. Aydındır? Aydın.
Həmçinin belə bir sual verilir ki, övlad öz ailəsi ilə birlikdə yaşayır, yəni valideynləri ilə. Bir mənzildə bir 2 ailə yaşayır, Bəli. belə deyək. Həmin o mənzilin adına bir heyvan kəsmək olarmı? Olar. Yəni ev yiyəsi ata gedir. Evdə böyük atadır. Hə. Ata kəsəndə sadəcə niyyətində nə olur? Niyyətində olur ki, mənim və mənim aləmin adından. Qurban əli kəskinə. Niyyət eləyəndə niyyətində olsun ki, bu mənim və aləmin adından. Onda savab hamısına gedir, hətta ölənlərə. Bəs burada belə bir sual ortaya çıxır ki, həmin o kəsiləcək qurbanın məbləğinə biraz ata, biraz övlad. Yox, qoyunda şərik olmaq olmaz. Şərik sayılır. Amma ata götürsün övladın pulundan. Çünki övladın pulu atanındır. Ata gəlib övladın pulunu götürə bilər. Haqqı var. Götürsün övladın pulundan qoysun, kəssin. Amma başqasından götürməsin də. Yəni başqasından şərik olma olmaz. Məsələn deyə bilər, gəl qoyun kəsirik, keçi, gəl şərik ikimizə kəsirik qurban. Yox, danada olar. Bir də dəvədə. 7 nəfərəcən. Ən çoxsu 7 nəfər. Məsələn adam var, 3 nəfərdir, kəsirlər bir dənə dana şəriklə. Olar. Amma ən çoxsu 7 nəfərəcən yığışıb dana, dəvə kəsə bilərlər. Amma qoyundur, keçidir, orada şərik olmaz. Bir dəfə. Bəli. Bu onda ailəyə də daxildir. Məsələn bir ailədə əgər ayrı yaşayırlarsa, ayrı kəssinlər. Yox, əgər bir yerdədirlərsə, yəni pullar bir yer xərclənirsə, ata kəssin ata. Sadəcə ata götürsün övladın pulundan, götürüb kəssin. başqa bir sual var, bu başqa bir ailədir. Adi bir ailədir, ərdir, yoldaşıdır və övladıdır. Və hər üçü işləyir. Üçü birləşib bir dənə qoyun kəsə bilməzlər. Kəsə bilərlər, onlar bir yəni xəzinələri bir daxil, yəni bir yerə qoyurlar pulu, bir ailədə onda bir şey yoxdur. Kəsə bilərlər. İstəyir hər kəs ayrı kəsə də bilər, imkanlarına baxır. İmkan az olsa. Heç nə olmaz. Biri elə valideyn kəssə bəsdir. Valideyn kəssə, niyyətində olsa ki, mənim və mənim ailəmin adından bəs eləyir. Müsəlman öz qurbanını kəsməyi kiməsə həvalə edə bilər. Bəli, həvalə eləmək olar. Həvalə eləmək olar ki, bəli, sən mənim adımdan kəsdir. Hələ olar. Bəli. Həmçinin bu şərik qurban kəsməyi barədə söz düşmüşkən, danada şərik olanlar bəzən görürsüz kəsənə şəriklidir. Kəsəndən sonra bölüşdürmə məsələsində bəzən mübahisələr olur. Orada nə sətiyyə gəldiniz, necə eləsinlər bunu? Elhamdülillah, nə üçün mübahisə olur ki? Ətin hansı hissəsi kim götürəcək? Əti doğrasınlar, qarışdırsınlar. Kimə nə düşər, düşər. Hələ deyil, biri məsələn deyir ki, mən ətin yumuşaq yerinə, birinə sümüklü yeri düşəcək. O da düzgün deyil. Əti kəsin, doğrayın, qarışdırın. Oradan da hər kəs öz payını götürsün. Bəli. Bir neçə nəfər, 15 nəfər də olur, 20 nəfər də olur. Bir şəxsi həvalə edir ki, sən bizim qurbanlarımızı kəsin. Bu gördüyü işə görə zəhmət haqqı ala bilər və yaxud da özü istəməsə versə qəbul edə bilər. Eləyə bilər ehtiyaclıdırsa. Ehtiyaclıdırsa, hə. Çünki yenə bu da işdə ayrıca işdir. Çünki məsələn, getmək lazımdır qəssabın yanına, gözləmək, bölmək, paylamaq. Bu da işdir. İndi ehtiyaclıdırsa, məsələn, 2 qurban kəsdirən nəsə versə götürə bilər. Ehtiyaclıdırsa. Yox, ehtiyaclı deyilsə, götürməsə daha yaxşıdır. Çünki salih əməllərdəndir o. Qurban kəsmək, onu paylamaq kasıblara. Kimsə sevindirmək. O puldan daha yaxşıdır. Bəli. Bir nəfərə qurban kəsmək həvalə edilib. Qurbanın da qiyməti ortalama bəllidir. Lakin o həvalə olunan insan gedir başqa yerdən ucuz qoyun tapır və kəsir. Artıq qalan pulu özünə götürə bilər. Bəyənilmir elə şey. Bəyənilmir. Məsələn, tutaq ki, mən pul vermişəm. Mən istəmişəm ki, yaxşı heyvanın pulunu vermişəm. Sən də gedirsən, tutaq ki, ondan zəif bir heyvanı kəssən, ya düzgün deyil o. Düzgün deyil. Qurban kəsəndə nə deyilir? Heç də bismillah. Allah ekber də demək olar. Bismillah. Əsas bismillahdır. Həmçinin aktual suallardan biri ki, qurban kəsən mütləq namazqılan olmalıdır. Əsas müsəlman olsun. Əsas müsəlman olsun. O ki, qaldı namaz qılan, təbii ki, əfsəl də namaz qılan. Ümumiyyətlə, müsəlman namaz qılmalıdır. Lakin birdən elə olsa, namaz qılmır, amma müsəlman da özünü nisbət edir İslama və s. Və kəsməyi bacarırsa o, mən sən namaz qılam, kəsə bilmirəm. Mən kəssəm, əziyyət verəcəm heyvana. Qoy o kəssin. Aydındır ya. Aydın. Qurbanın düzgün bölüşdürülməsi necədir? Şəriət o barədə dəqiq bir məsələ deməyib. Yəni, bir hissəsini özünə götürür, bir hissəsini payla. Hamısını özünə götürsə yenə sayılır. Hamısını paylasın da yenə sayılır. Yəni, o barədə dəqiq, ona görə bəzən sahabələrdən, tabinlərdən, alimlərdən belə fikirlər var. Məsələn, düz deyəndə 7 yer məşhurdur, 7 hissəyə bölürsən. Ancaq belə 3 hissəyə də bölə bilərsən, 5 hissəyə. O baxır, bilirsiniz, cəndəyin böyüklüyünə, kiçikliyinə. Məsələn, elə bir resuar kəsir, məsələn, 30 kilolu. Məsələn, qoyunda 30 kilo gəldi. Ondan 7-yə 10 fayda eləyə bilər. 15 fayda eləyə bilər. Bu qayıdır, bilirsiniz, qayıdır cəndəyə, qayıdır insan özünə. Nə qədər istəyir? Yenə deyirəm, dəqiq bir şey yoxdur o barədə, səhih Quran sünnədən. Bəli. Həmçə sonuncu sual, Ərəfə günü nədir və fəziləti nədir? Ərəfə günü Zilhiccənin 9-udur. Həcc vaxtı. O məqam, o yer həccin əsas şərtlərindən biridir. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurub ki, "Əl-həccu Ərəfə." Həcc Ərəfədir. Yəni Ərəfəyə çatdın, həccə çatdın. Ərəfəyə çatmasan, həccə çatmırsan. Və ən böyük məqamdır, yəni həcc vaxtı. Ən böyük ibadət yeridir. Çünki sərdən axşamacan orada yanıb Allaha dua edirsən.
Bəli, Peyğəmbər sallallahu əleyhi və səlləm deyib ki, fəzilətli gün olduğuna görə deyib ki, Peyğəmbər sallallahu əleyhi və səlləm o günün orucu həcdə olmayanlar üçün. O günün orucu bir gün oruçdur. Bir il keçmiş və bir il gələcək günahları yuyur. Bir il keçmiş və bir il gələcək günahları yuyur. Bu Ərəfa günündədir. Amma bir məsələyə də istəyirəm toxunum. Məsələn, qiymət danışmaq söhbəti, qiymət danışmaq. Bunda səhv olunur çox vaxt. Məsələn, gəlir qurban kəsən adam. Qəssaba deyir ki, mən qurban kəsmək istəyirəm. Qəssab deyir ki, bax bu baş deyir ki, sən mənə neçə verəcəksən ətin kilosun? Məsələn, deyir 10 manatdan, məsələn. Qəssab kəsir, ölçür, sonra başlayırlar pul haqsabını eləməyə. O da düzgün deyil. Pulu haqsabın elə bitsin, sənin mülküvə keçsin, o qoyun heyvan. Ondan sonra deyinə kəs. Ondan sonra kəs. Birdən məsələn çox fərq oldu. Az, çox. Məsələn artıq verə bilərsən, o heç. Amma əsas odur ki, kəsməmişdən qabaq sənin mülküvə keçsin. Artıq o heyvan sənin olsun. Çünki haqsab olmayıbsa, hələ sənin deyil, o qəssabındır. Ona görə o bayram günü qəssaba yazılır savab. Hamısını o kəsdi. Aydındır, ona görə bu məsələlərə diqqət edin. Pul söhbəti elə ölçə bilərsən. Diri ikən. Diri ikən qoy tərəziyə, deyinə bu neçə kilo olar? Məsələn 40 kilodursa, deməli heç olmasa bir 20 də olmasa 19 yarımdır kilo əti. Təxmini deyinə məsələn. Təxminən deyirsən ki, bu 150 kilo gələr. 150 kilo pulun danışsan, bu qədər qiymətlə danışdıq, artıq mənimdir, kəsindir. Aydındır? Sən mülküvə keçsin sonra. Əks halda sən ki eləyirsən, sənin deyil elə, sonra deyirsən pulu danışarıq, deməli kəsəndən sonra, onda sən ət alırsan. Elə bir şey ət alırsan sən. Aydındır? Ona görə qurbanı kəsməmişdən qabaq qiymətini danış, artıq sənin mülküvə keçsin, sənin olsun o. Ondan sonra kəsdir, bəli. Həmçinin qəssabların mağazalarına qalanı keçəndə belə bir şeyin şahidi oldum. Hazır seçilmiş qurban ətləri satırlar. Bilməyən zamanı da gedir, deyib, qoy mənim evimdə qurban ət olsun. 1 kilo, 2 kilo pulunu verir, qurban ət alır, gəlir evə. O dükanların qabağında əgər satılırsa, qurban deyir ki, o ət də elə belə. Nə olsa kimsə qurban əti satmaq olmaz. Hətta qurban kəsəndə, onun başın ayağını satmaq olmaz, dərisini satmaq olmaz. Yəni qurban kəsən adam. Tutaq ki, mən verirəm başın ayağını, tutaq ki, dərisini qəssaba, qəssab sata bilər. Amma o mənimdir axı. Mənimdirsə, mən onu satan mənəm. Ona görə hələ düzgün deyil. O qurban sayılmır, o kim ki o satır, o ət də sadəcə ətdir. Aydındır. Allah razı olsun. Bu qədər. Assalamu aleykum və rəhmətullah və bərəkətuh.